Salam, hər vaxtınız xeyir. Bugünkü videoda biz DİM-in 3-cü qrupu nəzərdə tutulmuş Azərbaycan dili fənni üzrə sınaq imtahanı 7-yə baxacağıq. Sınaq imtahanının mövzuları cümlənin baş üzvləri və ikinci dərəcəli üzvlərindən ibarət olan sualları əhatə edir. Bundan öncəki sınaqlarda kanala yerləşdirilib, siz videolara baxıb həm məlumatlana bilərsiniz, həm də kanala dəstək olmaq məqsədi ilə videoları bəyənib kanala da abunə ola bilərsiniz. Keçək sınaq imtahanının suallarına. Birinci sual. Zərfliyi fe'li xəbərə aid olmayan cümlələri müəyyən edin. Fe'li xəbərə aid olmayan deyirsə, biz burada ismi xəbərləri tapacağıq. Yəni, fe'li xəbər yox, ismi xəbərləri seçirik. Baxaq. Axşam idi, ismi xəbərdir. Daha sonra rahatdır da ismi xəbərdir. Göz oxşamaq fe'li xəbərdir. Frazoloji birləşmə ifadə olunubsa, deməli o fe'li xəbərdir. Tamamlanacaq da fe'li xəbərdir. Biz bunları çıxırıq. Digərlərinə də baxanda Şuşaya çatanda, nə vaxt, nə zaman Şuşaya çatanda burada zərflik var. Daha sonra yollar yenə çox rahatdır. Burada da var. Bir də səfərimiz indi kəlbəcərədir. Nə vaxt, nə zaman indi. Cavab olur D bəndi. 2. Klasteri tamamlaya bilən nümunələrdir. Xəbər, sual tələb etməyən cümlə. Kitabdan əziz dost yoxdur. Xəbər sual tələb etmirsə, bu ya predikativ xəbərlərdən burada söhbət gedir, ya da ki, sual əvəzliklərindən söhbət gedir. Baxırıq, necədir sual əvəzliyidir? Çünki burada sual əvəzliyi var. Deməli, burada ona sual verməyə ehtiyac yoxdur. Bir də mümkündür. Var, yox, lazım, gərək, bəs, mümkün. 7 söz var ki, biz bunlara söz xəbər və yaxud da ki, predikativ xəbərlərdən deyirik. Ona görə cavab olur 1 və 2. B bəndi. Burada məlhəmdir, tez sağalır. Bunlar da suala cavab verir. Cavab oldu B bəndi. 3. Bir cümlədə mübtədənin ifadə vasitəsinin tərkibində yönlük halda olan söz var. Qeybətə qulaq asan şəxs, qeybət edən şəxs qədər günahkardır. Günahkardır kim? Şəxs. Burada mübtəda şəxsdir və yönlü hallı hər hansı bir sözdə deyil. Ona görə A-nı çıxırıq. Qənaətə riayət edən yoxsul olmaz. Yoxsul olmaz kim? Qənaətə riayət edən. Və burada A əli bir sözü görürüksə, yönlü hal şəkilsi cavab olur B bəndi. Yalnız kara gələn məsləhətlər yaxşı məsləhətlər sayıla bilər. Yaxşı məsləhətlər sayıla bilər. Yaxşı məsləhət sayıla bilər nə məsləhətlər? Burada da bu mübtədadır. Yalnız kara gələn. Burada yönlü hallı söz var, amma bu bizi saçdırmasın. Burada bu təyinin tərkibindədir. Bizə isə mübtəda lazımdır. Ona görə bunu da çıxırıq. Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir. Burada ümumiyyətlə yoxdur. Çıxacağım yerə səbri nərdivan edirəm. Haraya çıxacağım yerə. Burada da zəflikdir. Cavab oldu B bəndi. 4. Hansı cümlədə təyin baş üzvə aiddir? Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar. Nə? Söz. Yol tapan nədir? Söz. Bu oldu mübtəda. Hansı söz? Səmimiyyətlə deyilən. Bu da oldu mübtəda. Mübtəda aid oldu. Üzr istəyirəm, təyindir. Təyin də aid oldu mübtədaya. Cavab olur A bəndi. 5. Mübtəda və tamamlıq hansı cümlədə eyni suala cavab verir? Sevgin yoxdursa, dost axtarma. Yoxdursa nə? Sevgin. Mübtəda. Axtarma, nə etmə, axtarma. Nə axtarma? Dost axtarma. Dostu axtarma. Bu da oldu tamamlıq. Hər ikisindən nə sualı verə bildik deyə sualın cavabı da elə A bəndi olur. 6. Fe'li xəbərli cümlələri müəyyən edin. Fe'li xəbərli. Yəni biz burada ismi xəbərləri çıxırıq, yalnız fe'li xəbərlilər qalır. Baxırıq, zəngin etməz. Bilirik ki, fe'li xəbərdir, olmaq, etmək sözləri varsa bu fe'li xəbərdir. Daha sonra yaşamaqdır, məstər olarsa bu ismi xəbərdir, yadımızda saxlayaq. Öyrəndiklərimizdir. Fe'li sifətsə yenə də ismi xəbərdir. Ən yaxşı mükafat insanın daxilinin rahat olmağıdır. Rahat olmaq, yenə məstər var deyə biz bunu götürmürük. Vaxtımız məhdud olduğu üçün yalnız dəyərli kitabları oxunmalıyıq. Məli vacib şəkildə bu fe'li xəbərdir. Cavab olur 1-5 E bəndi. Altına xətt çəkilmiş hansı ifadə cümlədə həm haqqında danışılanı, həm də obyekti, yəni həm subyekti, həm obyekti. Sən Ağdamda olanda mənə məlumat verərsən, sən burada subyekti. Orxan oxuyan kitabları götürərik, Orxan subyektdir. Mən tədbirə dünən dəvət olmuşam. Burada isə mən həm subyekt, həm də obyektdir. Məni dəvət ediblər. Gedəndə mənəm həm subyektəm, həm də obyektəm.
Cavab olur C bəndi. Təmir olunmuş yollarla rahat gedirdik biz. Bu subyektdir, yollarla obyektdir. Az sonra başqa bir Kəlbəcər görəcəyik biz. Subyekt, Kəlbəcər isə obyekt. Cavab oldu C bəndi. 8. Söz birləşməsinin cümlə üzvü yerində işləndiyi nümunə hansıdır? Söz birləşməsinin cümlə üzvü, yəni hər hansı bir cümlə üzvü söz birləşməsində ifadə olunmuş olacaq. Baxaq. İşsiz, gücsüz həyat heç nəyə oxşamır. Nə etmir? Oxşamır. Nə? Həyat. Hansı həyat? İşsiz, gücsüz həyat. Nəyə oxşamır? Heç nəyə. Burada yoxdur. Zəhmət bizim mənəvi istirablardan xilas edir. Nə edir? Xilas edir. Nə? Zəhmət. Kimi? Bizi. Tamamlıq. Nədən? İstirablardan tamamlıq. Necə istirablardan? Mənəvi. Bu da deyil. Dostu olmayan bu dünyada qəribdir. Qəribdir. Kim? Dostu olmayan. Harada? Dünyada. Hansı dünyada? Bu dünyada. Burada dostu olmayanı görüb çaşmırıq. Nəyə görə? Çünki olmaq, etmək, eləmək, söz birləşməsi yox. Mürəkkəb feildir. Biz bunlar ayrı-ayrı anlayışlar olduğunda demişik. Həqiqi eşq və dostluq nadir nemətdir. Nemətdir nə? Eşq, nə? Dostluq. Hansı eşq? Həqiqi eşq. Burada yoxdur. İş həyatdan həzz almağın bir üsuludur. Həyatdan həzz almağın üsuludur nə? İş. Burada cavab olur E bəndi. 9. Fərqləndirilmiş ifadələr əsasında Euler-Venn diaqramında yol verilmiş səhvləri müəyyən edin. Biz səhv cavabları axtaracağıq. İnanılmaz möcüzələr yaratmağa qadirsiniz. İnanılmaz möcüzələr yaratmağa qadirsiniz. Ananın göz yaşları, daş ürəkləri də yumşaldır. İndi baxaq Euler-Venn diaqramına. Mübtədanı izah edir. İnanılmaz möcüzələr yaratmağa qadirsiniz. Bu səhvdir. Daş ürəkləri də yumşalır. Bu səhvdir. İkinci dərəcəli üzvdür. İnanılmaz möcüzələr yaratmağa qadirsiniz. Ananın göz yaşları, daş ürəkləri də. Bu düz fikirdə amma ortaya yazılmadı. Ona görə yenə biz bunu səhv fikir kimi götürürük. Tamamlığı izah edir. Xeyr, bu səhv fikirdir. Bunlar mübtədanı izah edir, amma ortada yazılsaydı düz fikir olardı. Ona görə bu səhv fikirdir. İsimlə ifadə olunub, bəli, bilirik ki, daş sözü isimdir. Sadəcə cümlə daxilində sifətləşə bilir. Təyinin sualına cavab verir. Bəli, daş ürəkləri, hansı ürəklər? Cavab oldu 1, 2, 3. Demədi. Nümunədə hansı cümlə üzvləri nitq səslə ifadə olunub? Mən təlim işində illərlə saç ağartmışam. Mən təlim işində illərlə saç ağartmışam. Mən əvəzlikdir. Mübtəda ilə ifadə olunub. Təlim işlərində nitq səs deyil, yəni söz birləşməsi olmasın. Təlim işlərində söz birləşməsi deyil, tamamlıq olur onda, onu götürmürük. İllərlə, bu da zərflikdir. Cavab olur 1, 3, A bəndi. 11. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, nümunənin tərkibində zərflik də olar. Dostumuz məgər ola bilməz, həm də ola bilməz, avtobusla ola bilməz, doğrudan ola bilməz. Yerdə tək cavab qalır haça. Əvəzliklə ifadə olunmuş zərflik, sual əvəzliklə. 12. Bir cümlənin tərkibində tamamlıq nitq səsi ilə ifadə olunub. Tamamlıq nitq səsi ilə ifadə olunub, yəni söz birləşməsindən ifadə olunub. Baxaq. Başqalarını alçaldanın özü də alçaq, başqalarını alçaldanın özü də alçaq adamdır. Kim? Alçaq adamdır kim? Başqalarını alçaldanın özü. Budur. Susmaq insanın eyblərini örtür. Nə? Susmaq. Nədir örtür? Nə? Susmaq. Nəyi? İnsanın eyblərini. Yoxdur, söz birləşməsidir. Qəzəbin dərmanı susmaqdır. Susmaqdır. Nə? Qəzəbin dərmanı yoxdur. Hər şeydə ən yaxşı ölçü vahidi təcrübədir. Nədir? Təcrübədir. Təcrübədir. Nə? Hər şeydə ən yaxşı ölçü vahidi. Təcrübədir nə? Ölçü vahidi, nə də hər şeydir. Bu da oldu tamamlıq əvəzində ifadə oldu. Cavab oldu D bəndi. 13. Cümlənin qrammatik əsası hansı sözlərdən ibarətdir? Yəni, qısa yolla desək, cümlənin mübtəda və xəbərini, baş üzvlərini soruşur. Baxaq. Qeybət bəsir ruhlu insanların sevimli əyləncəsidir. Nə? Qeybət. Bu var. Birləri götürürük, çünki bir mübtədadır. Daha sonra,
insanların sevimli əyləncəsidir. İnsanların nədir? İnsanların sevimli əyləncəsidir. Nə? Qeybət. 1, 4, 5, 6. Xəbər əsas nitq hissəsi olan hansı sözlə ifadə oluna bilməz? Dayanarkən fe'li bağlama. Fe'li bağlama yalnız cümləci olaraq zərfli ola bilir. 15. Tərkibindəki səbəb zərfliyi ismi xəbərə aid olan cümlədir. İsmi xəbərə aid olan cümlə deyirsə, biz əsasən burada fikir verək, birinci ismi xəbəri tapaq. Yəni, fe'li xəbərləri çıxaq. Seçdi fe'li xəbərdir. Gedəcəklər fe'li xəbərdir. Məşq edilmiş fe'li xəbərdir. Ustad sənətkarlardan dərs aldığı üçün sevilən müğənnidir. Səbəbi var da, yəni ustad sənətkarlardan dərs aldığına görə sevilən müğənnidir. Müğənni də ismi xəbər olduğu üçün cavab olur. Demədi. Çoxlarına görə qələbə Qarabağ futbolçularının idi. Burada ismi xəbər var, amma səbəb zərfliyi yoxdur. 16. Yerinə görə ismi xəbərin ifadə vasitəsi ola bilən və hərəkət bildirən sözləri müəyyən edin. Yerinə görə ismi xəbər olsun və hərəkət bildirsin. Söhbət məsdər və fe'li sifətdən gedir. Bu fe'li sifətdir. Bunu götürürük. Bir də görmək götürürük. Hərəkət bildirən söz ismi xəbər mövqeyindən çıxış edirsə, avtomatik olaraq cavablarda biz ya məsdəri axtarmalıyıq, ya da fe'li sifət axtarmalıyıq. Çünki onların ikisi ismi xəbər ola bilir, amma fe'li xəbər ola bilmir. 17. Altından xətt çəkilmiş söz hansı ifadə ilə əvəz olunsa, haqqında danışılan barədə məlumatın məzmunu dəyişməz. Qurd dərisini dəyişə bilər, qurd dərisini dəyişə bilər, fikrini dəyişə bilməz. Cavab olur A bəndi. 18. Hansı cümlə yalnız baş üzvlərdən ibarətdir? Az düşünən çox danışar. Burada azları görürük, bilirik ki, burada ikinci dərəcəli üzvlər var. Düşünmək özümüzlə söhbət etmək deməkdir. Nə? Özümüzlə söhbət etmək demək nədir? Özümüzlə söhbət etmək deməkdir. Nə? Düşünmək. Cavab oldu B bəndi. 19. Hansı sözlərdən istifadə edilməsə, cümlə yalnız qrammatik əsas yerdən hər iki üzvdən ibarət olar. Bayaqki suala bənzəyir. Burada da biz yəni ikinci dərəcəli üzvləri yox, yalnız baş üzvləri siləcəyik. Baxaq. Cismani gücsüzlük böyük düşüncələrə mane ola bilməz. Burada əksinədir. Burada deyir ki, hansı sözlər istifadə edilməsə. Biz artıq burada baş üzvlər yox, ikinci dərəcəli üzvlər olan sözləri götürəcəyik cavab olaraq. Cismani gücsüzlük böyük düşüncələrə mane ola bilməz. Mane ola bilməz nə? Gücsüzlük. Mübtəda xəbəri tapdıq, yerdə qalanları götürürük. 1, 3, 4. Cavab olur C bəndi. 20. Tərkibində kəmiyyət zərfliyi işlənmiş cümlədir. Kəmiyyət zərfliyi həm yaşaşlar arasında xaliq kimi dostları var, yoxdur. Vüqarda Seymur kimi üzr yoxdur. Çox qidalanmaq həmişə faydalı olmur. Qidalanmaq yox. Burada sular bir qədər şəffafdır. Burada isə var. 21. Tamamlığın ifadə vasitəsindən arzuunu müəyyən edir. Yalnız təcrübə bizə həyat nemətlərini qiymətləndirməyi öyrədir. Nə edir? Öyrədir. Nə edir? Öyrədir. Nə? Təcrübə. Kimə? Bizə. Tamamlıq. Nəyi öyrədir? Həyat nemətlərini qiymətləndirməyi. Burada məsdər tərkibi var. Cavab olur əvəzlik və fe'li birləşmə. A bəndi. 22. Təyinlərin ifadə vasitəsindən arzuunu müəyyən edin. Təcrübə hər xəstəliyin müalicə edən dahi həkimdir. Həkimdir nə? Təcrübə. Hər xəstəliyi müalicə edən dahi həkimdir. Necə həkimdir? Dahi həkimdir. Necə həkimdir? Hər xəstəliyi müalicə edən. Fe'li sifət tərkibi bir də sifət var. Burada baxaq. Fe'li sifət tərkibi sifət cavab olur B bəndi. 23. Ellerven diaqramında fərqləndirilmiş sözlərlə bağlı doğru fikri müəyyən edir. Öyrənmək insana heç bir yaş dövründə ar deyil. Artıq o bizə gələsi deyil. Baxaq. İsmi xəbərin ifadə vasitəsinin tərkibindədir. Ar deyil, düzdür. İkinci dərəcəli üzvlərin tərkibindədir. Xeyr. Xəbərin tərkibindədir. Müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvüdür. Söhbət həmin sözlərdən gedir. O sözlər qoşulub deyə
Birlikdə cümlə üzvü olurlar, müstəqil deyil. Hərəkət bildirən sözə qoşulub, 4-ə baxırıq. Gələsi deyil, bəli, fe'li sifətə qoşulub. Cavab olur 1 və 4. 24. Nümunəyə bağlı yanlış fikirləri müəyyən edin. Yer üzündə ağıl qədər hörmətə layiq olan heç nə yoxdur. Yanlışları tapmalıyıq. Baş sözlərin hər ikisi iştirak edir. Yoxdur nə? Ağıl qədər hörmətə layiq olan. Yoxdur nə? Heç nə. Var. Cümlə üzvləri hamısı suala cavab verir. Yox, burada yoxdur xəbərdir. Xəbərdəki var, yox sözünü demişdik. Onlar predikativlər və suala cavab vermirlər. 2-ni götürürük. İlk söz baş üzvlərdən ibarətdir. Yer üzündə, harada yer üzündə. Baş üzvü deyil, ikinci üzvdür. Ona görə səhvi soruşur deyə götürürük. 2, 3. Altından xaç çəkilmiş ifadə zərflik deyil, ağıl qədər. Bəli, qoşma qoşulub. Qoşma qoşulan sözlər daha çox cümlə üzvü olaraq tamamlıq ola bilir. 25. Cavab oldu 2-3. 25. Sxemdə uyğun cümlələri tapırıq. Yəni, mübtədə və xəbər olsun. Ağlın çevikliyi gözəllikdə əvəz edə bilər. Nəyi gözəlliyi? Burada bunu gördüksə tamamlıqda, ona görə bunu çıxırıq. Ağlı alıb satmaq mümkün deyil. Mümkün deyil nə? Ağlı alıb satmaq. Bunu götürdük. Hər kəsin söylediyindən kör-körə inanmaq cahillikdir. Nədir? Cahillikdir. Nə? Hər kəsin söylediyindən kör-körə inanmaq. Cavab oldu 2-3. 26. Doğru fikirləri müəyyən edir. Kitabın unutura bilməyəcəyi qəm-qüssə yoxdur cümləsi. Tamamlıq və xəbərdən ibarətdir. Yoxdur nə? Qəm-qüssə. Necə qəm-qüssə? Kitabın unutura bilməyəcəyi qəm-qüssə. Doğru fikirləri deyirsə təyin da xəbər var. Bunu götürürük. Söz və ifadə olan cümlə üzvü ilə başlayır. Kitabı unutura bilməyəcəyi, bəli. Cavab oldu 3-4. 27. Uyğunluğu müəyyən edir. Deyil sözü ismi xəbərin ifadə vasitəsidir və yaxud da fe'li xəbərin ifadə vasitəsidir. Baxaq. İsmi xəbərin ifadə vasitəsi. Müdrik çox bilən adam deyil. Bu ismi xəbərdir. Bura getdi. Biri A. Daha sonra nadanlıq təklikdə qorxulu deyil. Qorxulu deyil. Yenə burada ismi xəbərlədir. Sifətə qoşulda deməli ismi xəbərdir. Bu da bura getdi. B. Dayanmalı deyilsiniz. Bu fe'li xəbərdir. Kitab oxuyası deyilsən. Bu da fe'li xəbərdir. Bu iş vacib deyil. Bu isə ismi xəbərə aiddir. 1-ə A, B, E, 2-yə də 3, C və D. Mətnlə bağlı suallara baxaq. Bədmin fikirləri yaxına buraxmayın mətnidir. 28. Üzərində rəqəm yazılmış sözlərin qarşılığını müəyyən edin. Üzərində rəqəm yazılmış sözlər pessimizmdir, bir də təşvişdir. Pessimizm bədminlik deməkdir. Bədminlik, ümidsizlikdir. Təşviş isə narahat, təlaş deməkdir. 29. Mətnin məzmununa uyğun sitatı müəyyən edin və seçiminizi əsaslandırın. Həyat onun haqqında necə düşünürsənsə elədir. O kəs xoşbəxt ki, hörmət etdiyi şəxs haqqında xatirə belə onun özünü təkmilləşdirməyə sövq edir və başlamanın ən yaxşı yolu danışmağa buraxıb başlamaqdır. Bu da bir uyğundur. Nəyə görə? Həyat onun haqqında necə düşünürsə elədir. Yəni, sən gözəl fikirlər düşünsən, gözəl, pozitiv fikirlər düşünsən, qərarlar versən. Mətndə deyilir ki, insanın beynindən gündə 50.000 fikir keçir və bu 50.000 fikrin bədmin ruhu da ola bilər, nikbin də ola bilər. Yəni, sən necə düşünürsənsə, günün o şəkildə keçir. Hətta bu sənin həyatına da təsir edir. Ona görə də biz çalışmalıyıq ki, yaxşı şeylər haqqında, müsbət şeylər haqqında düşünək, pozitiv fikirlər beynimizdən keçsin. Yəni, bunu bu şəkildə əlaqələndirə bilərik. 30. Mətnin üslubunu səciyyələndirən ən azı 3 xüsusiyyət. Mətn bədii publistik üslubdadır və publistik üslubun haqqında yaza bilərik ki, onlar adətən kütləvi anlayışlıqlı olmalıdır. Yəni, hər kəsin başa düşəcəyi bir üslubda olmalıdır, sadə olmalıdır. Orada mürəkkəb ifadələrdən, mürəkkəb sözlərdən istifadə olunmamalıdır və qəzet və jurnallara da uyğunluq, dilinə uyğunluq olur. Bu fikirlərdə biz bura qeyd edə bilərik.